Kəmlin hissəsi yenidən evlərinizin qonağı dəziz dostlar. Hər vaxtınız xeyirli olsun. Yenə də dəyişməz ünvanımız olan Mingəçevirimizdə tam olaraq günün ortasında Kəmlin içərisində bu gün də özəl qonaqlar dəvət etmişəm. Maşallah get-gedə ifaçılarımızın sayını çoxaldırıq ki, qoy daha böyük formatda və gözəl söhbətlərlə siz dəyərli dostların hər zaman evlərinin qonağı olaq. Odur ki, bu gün bizimlə bərabər olacaq həm Ofeliya xanım Şabanova, Pərviz Tahir və eyni zamanda hal-hazırda dəvət edəcəm ki, ilk ifasını təqdim etsin, sonra onlarla gözəl bir masa arxasında söhbətə başlayacaq. Məsələ, Dağıstanın əməkdar artisti, hər birimizin əzizi, dəyərli Bəxtiyar Kantayev.
Dostlar, xoş gəlib səfalar gətirmişsiniz. Elin səsi Mingəçevirdə dəyərli dostlarımla biri bərabərik bu gün də. Bəxtiyar müəllim, əhvalınız necədir? Xeyli vaxt görüşə bilmirik. Qismət oldu Elin səsi verilişində sizinlə yenidən görüşdük. Necədir işləriniz Bəxtiyar müəllim? İşlər yaxşı. Şükür edirik. Bəxtiyar müəllim, Olana şükür edirik. min şükür. Siz bəxti gətirənlər sırasında olmağınızın göstəriciləri nə oldu? Nədən başladınız ki, bax bu günləri Bəxtiyar Kanteyev deyəndə Azərbaycanımızda anlayır ki, ay maşallah salamlarımızı göndərik, dostumuzdur, əzizimizdir, qardaşımızdır. Çox ağır söhbətə keçdim. Birbaşa. Birbaşa fikirləşməli oluram. Amma heç fikirləşmədən deyirəm ki, mən elə anadan gəlmə şanslıyam. Ay maşallah. Çünki atamdan gəlmiş bir sənətdir. Gözümü açmışam, elə akordeon qarmonun içində olmuşam. Şanslıyam, Şanslısınız. şanslıyam. Amma məndən çox yaxşı ifaçılar var. Onların şansı nədənsə olmur. Bilmirəm, Allah məni çox mu istəyir, bilmirəm nədir bu. Mən şanslıyam. Maşallah olsun. Adətən şanslı ifaçılar daha çox paytaxt Bakıda olur. Sizin Balakəndə bölgədə olmağınıza rəğmən, amma olduqca şanslısınız. Maşallah, Bəxtiyar müəllimin sənəti də böyükdür. Əlbəttə. Amma şans da lazımdır da. Əlbəttə ki. Hardasa, Mən amma belə hesab edirəm ki, həm bəli. gözəl musiqiçi olmağı bacarmalısan, həm də bir qədər şans sənin üzünə gülməlidir ki, onda sən paralel populyar- qala bilməyəcəksən səhnədə, sənətdə. Yəni mütləq ki, sənət olmalıdır. Bəli. Mən sizinlə razıyam, sənət mütləq olmalı. Amma bu günlər bölgələrimizdə elə ifaçılar var ki, elə musiqi alətlərindən mahir ifaçılar Artıq var ki, sənətə baxan yoxdur, onlar yox. tanınmırlar. Onu da qəbul Gəlin bunu etmək etiraf lazım. edək də. Bəli, bəli, Tanınmırlar. bəli. Çox doğru, çox Və doğru. tanınmaq üçün nə isə bir iş görmək lazımdır. Bu işdə yaxşılığı doğru nədəndirsə olanda ümumiyyətlə tanınırsan. Sənətə baxan olsaydı mən ən baha qiymətə gedən ifaçılardan biri olardım. Vallahi elə olan cərgəsindəsən də. Yox, 6-7 naşik, naz deyil axı. yox, naşikdən mən deyib, Qiyməti yəni. Məbləğ bəsdir də. də. Yəni çox vaxt düşürük bərabər biz el məclislərində, toylarda görüşürük. Yəni həm də dostum deyir, mən qiymətlərini onu yaxşı bilirəm. Yəni bahalı deyərkən, yəni sən də ucuz getmirsən. Sənətə, Pərviz, sənətə dəyər yoxdur axı. Bu dəqiqə Eynəyə çıxarın gözlərinizə bir baxın görüm dəqiq söylürsünüz yoxsa yox. Valla məndə yalan yoxdur qardaş. Söz çıxardın eynəyə zəhmət. Mənim Gözlərimizə gözümdə daxil başda sadəcə küləkdir. Kür qırağı sərindir deyir. Külək gedən biraz gözəl. üzümə kür vurur. qırağı sərindir, Ay gedən gözəl hil olun boynuna. yürümə suyu dərindir. Ay gedən gözəl hil olun boynuna. Məni bu dərdən salan, Sərin qara gözündür. ay gedən gözəl hilalın boyuna. Hə, zaten. Elçini kim öndərsin bəs? Bəxtiyar elçini kim öndərsin? Elçi göndərək də harasa. Hamımız gedəcəyik Harasa bir yerdə. gəl. Ana Amma hazırlaşır. elçi işində yoxam. 2 dəfə elçiyə getmişəm. İkisi də Verməyib. bərbad vəziyyətdə olub. Bəxtiyar maraqlı gəldi mənim üçün. Nədən başladı, necə başladı ki, vermədilər sizə? İşlər çox yaxşı getdi. Toy oldu. Heç bir ay keçməmişdi. Nəsə bir əmək oldu. Ayrıldılar. Onda siz Ayrılma, bir getməyin. iki Bəxtiyar ildən müəllim, sonra- ən gözəl getməyin Yox, elçi. 1-2 ildən sonra yenə də getdim. O da elə. Eyni adam üçün üç dəfə getmişdiniz. Yox, də? Astolfirlər. Hə, başqa. Atalar, Başqa. Bəxtiyar atalar üçdən deyib. Mən bilirəm ki, üçüncü dəfə getsəniz uğurlu olmayacaq. Amma sizə bir şey deyim mi? Yaxşı ki, mən Balakəndə otururam. Balakəndə oturub belə Azərbaycanda gedən proseslərə fikir verirəm. Təxminən 3-4 il əvvəl show biznes, nə bilim, özlərini şişirtmək, qəti musiqidən söhbət yox idi. Amma mən orada Balakəndə oturub fikir verirəm. 1 il keçdi, 2 il keçdi. Uca bu ildə həqiqətən o qədər uca danışırıq. Show biznes də lazımdır, amma əsl sənət də lazımdır. Uca əsl sənətin inciləri hiss edirəm ki, yavaş-yavaş çıxır. Pajalista. Bəli. Bizim qızımız. Yəni yeni nəsil üzərində çalışır. Yeni nəsil çox da özlərini ölsələr də həqiqətən uca çalışırlar. Məsələn, Pərvizin mən jivoy oxumağını gördüm, elə o fonoqramı oxumaqdan gözəl oxuyur. Məsələn də, Var onda. indi qıraqdan deyirlər ki, ay Pərviz bəlkə də Bəli, fonoqram oxuyur, bəlkə amma səsini bəzəyir. yox, gözəl. Fikirləşənlər Gözəl. olur da. Ya belə gənclər çıxır. Mən yaxşıyam. Belə gənclər. Amma 2-3 il əvvəl nə idi? Vay. Ya oxumağı yox, ya bilmirəm, amma ədası Yeri göyü Aha. dağılırdı. Sənətə, insanlara xəyanət etmək olmaz. Olmaz. Amma mən istərdim ki, elə keçid alasın xəyanətinizə, hə?
Xəyanət ödə düzgün danışsa, xəyanət bizə nədir? Elə alındı ki, o yaxam xəyanət elə. Bəli, yəni Xəyanət adlı bir mahnım var. Gözəl. Müəllifi çox gözəl bir mahnıdır. Sözlər Sahilə xanım Pənahandır, musiqisi özümə məxsusdur. Gözəl bir mahnıdır. İcazə versəz durub ifa eləyərdim. Buyurun. Teşekkür ederim. Gökyüzünü kara bulutlar, tufanda yağışta feryat koparır. Açılan kapını külək bağlayır, xəyanət yaşayan kadın ağlayır. Açılan kapını külək bağlayır, xəyanət yaşayan kadın ağlayır. Görürəm üzündə gözyaşlarını, gözyaşı yağışa benzeyen kadın. Əzabın uçruma aparır səni, xəyanət əlindən qəm yeyən qadın. Əzabın uçruma aparır səni, xəyanət əlindən qəm yeyən qadın. Bir qadın ağlayır, mənə yağlayır, dünyası dağılmış qadın ağlayır. Bir qadın ağlayır, mənə yağlayır, xəyanət yaşayan qadın ağlayır. Bir qadın ağlayır, mənə yağlayır, xəyanət yaşayan qadın ağlayır. Xəyanət yaşayan qadın ağlayır. Gece oturup ağlasan da sen, söyle azapların kurtaracak mı? Bulutlar bir yandan, sen de bir yandan, yağışla bəhsəmi yerimi sen kadın. Bulutlar bir yandan, sen de bir yandan, yağışla bəhsəmi girmisən qadın. Artıq kimsəsizlər məzarlığında, ölməmiş məzarın qazılan qadın. Bu qədər ağladın, yetər ey qadın, xəyanət bəxtinə yazılan qadın. Bu qədər ağladın, yeter, yeter ey kadın, xəyanət bəxtinə yazılan kadın. Bir kadın ağlayır, mənə yağlayır, dünyası dağılmış kadın ağlayır. Bir kadın ağlayır, mənə yağlayır, yaşayan kadın ağlayır. Bir kadın ağlayır, mənə yağlayır, xəyanət yaşayan kadın ağlayır. Xəyanət yaşayan kadın ağlayır. Neden?
Neden ürəyinə sən dərd edirsən? Ümidsiz yaşayıb fəryad edirsən. Bədbəxtəm deyərək üzmə özünü. Əslində müqəddəs mələksən qadın. Müqəddəs mələksən qadın. Mələksən qadın. Qadın. Ofeliya xanım, təşəkkür edirəm. Mən təşəkkür edirəm, Əladır. çox sağ olun. Sizin səsinizi kimin səsinə bənzədirlər? Elə mən özüməm, özüm özümə bənzəyirəm. Yox, tərziniz təbii ki, seçiminiz, dəsti xəttiniz özünüzündür. Mən nə deyim, nə bilim, o qədər sənətkarlar, ən çox sənətkarlara bənzədir. Kimə bənzədirlər? Nə bilim, mən Hə, Nazpəri xanıma çox bənzədirlər. aha, sonra... Mən də deyirəm ki, nə gözəl, ta ki, gözəl sənətkarlara bənzətsinlər. Elnarə Nə xanıma yaxşı. bənzətmirlər. Mən deyim birini. Bir deyim. Türkiyəli Kibariyə var. Ay, təşəkkür edirəm. Yenidən yəni dəvət etməyimin səbəbi Ofeliya xanımı. Bu dostlarla bir arada elə məqam düşdü ki əlimə. Mən də zamanı, vaxtı foto verməliyim ki, dostlar bizim yanımızdadılarsa növbəti verilişə də dəvət edeyim. Çünki hər ifaçı ilə gözəl həm söhbət. İnanın ki, mən Alınmır əyləşə bəlkə də müəyyən bilmirəm. vaxtlarda. Bəlkə qınayarlar ki, Ofeliya deyir ki, mən gəlmirəm. İndi yəni boynumu alım, olub elə verişdə ki, yox, mən bu gün istəmirəm. Orada xoşuma gəlməyən enerjisi zəif insanlar var. Elə bir şeylərim olub ki, boynumu alım mən onu. Amma bugünkü dostlar olanda daha rahat oluram, daha yaxşı şeylərdən danışırıq, bir-birimizdən enerji alırıq. Xüsusən də Bəxtiyar Kantayev kimi böyük bir sənətkarın yanında əyləşmişik. O da bir balaca bir iş deyil. Yəni, o daha gözəl. Efirlərin birində Ofeliya xanım gözəl bir söz işlətdi ki, deyir, peşəsini icra edən insana sənətkar deyirlər. Bəli. Dəmirçiyə də, Rəngsaza da, pinəçiyə də, bəli. yəni peşəsini dəqiq yerinə yetirən insan sənətin sənətkarıdır. Sənətkar heç onu da qəbul edəmirəm. Bir gözəl sözün ustad. Bəli, Ustad Bəxtiyar müəllim. Bəli, əlbəttə. Keçid ala qısa fasilə. ilə yaxındır siz müştərilərin etimadını doğruldan Həsənoğlu Regional İnşaat Materialları mağazası bugün də sizə xidmət etməkdən məmnundur. Burada olan bütün məhsulları zaminsiz, arayışsız, rəsmi iş yeri olmadan 24 aya qədər rahat kredit şərtləri ilə də əldə edə bilərsiniz. Usta rahat, ev sahibi ondan da rahat. Hər gün yenilənən endirimlərdən siz də yararlana bilərsiniz. Həsənoğlu İnşaat. Bizimlə siz də fərqli olun. Sizə Green Blue şirkətinin istehsal etdiyi müasir, qənaətçil və ən əsası ekoloji təmiz sobalarını təqdim edirik. Green Blue sobalarını evlərdə, restoranlarda, iaşə obyektlərində, hətta belə açıq məkanlarda rahatlıqla istifadə edə bilərsiniz. Green Blue sobaları pelet yanacağı ilə işləyir. Green Blue şirkəti müasir texnologiya ilə milli istehsalın uğurlu sintezdir. Yoktu korku kadara İnahdımam dönen değilim daha İnahdımam dönen değilim daha Atanamam koymasa da benim sen Yerinden oynasa da benim sen Atanamam koymasa da benim sen Yerinden oynasa da benim sen
Qardaşların doğrasa da mənimsən, atan anan verməsə də mənimsən. Qardaşların doğrasa da mənimsən, atan anan verməsə də mənimsən. Qardaşların doğrasa da mənimsən, atan anan verməsə də mənimsən. Qardaşların doğrasa da mənimsən, atan anan verməsə də mənimsən. Pərviz, təşəkkür edirəm. Gözəldir. Həqiqətən də tərifə ehtiyacın yoxdur, amma Yox, zarafat Ofeliya elədim, xanımı ha. həqiqətən demirsiniz ki, məni tərifləsinlər yoxsa? Ofeliya xanıma. Yox, inanın zarafat elədim. Yox, onu dedim ki, Pərviz demə tərəfin yox. Vallahi, Həqiqətən tək səsi elə- var axı. Tək elə mən Ofeliya xanıma deyim mənə təriflə. Yaxşı, bu mahnınız ki var, düet oxumuşdunuz. Aha. İnşallah Bəli, onu bəli. səsləndirəcəksiniz İnşallah. sizin verilişimizdə. Ondan sonra daha çox məşhur oldu, daha çox bu sosial şəbəkə platformasında tanınmaq oldu sizin üçün bir irəliyə tramplin. Çox oldu. Yoxsa ona qədər yetərincə tanınırdınız. Yox, Mən belə ona başa düşdüm, qədər ondan sonra daha çox oldu tramplin. Ondan sonra düzdür, toylarımız artdı, bizi neçə rayonlara Adam məndən danışmır, səni deyir, məni yox, demir. duetimizdən danışırıq. Duetdən sonra yəni Demək təkliflərim istəyir 1-ə 5 artır. Hə, onu demək istəyir. Artdı. İlk duet ortağınız oldu Ofeliya xanım sizin. Yox, bir neçə duet ortaqlarım olub, amma ən möhtəşəmi Ofeliya xanım. Yəni ən uğurlusu Ofeliya xanım oldu. Ən uğurlusu Ofeliya xanım. Daha sonra necə düşünürsünüz Ofeliya xanımdan başqa digər ifaçılarla ifa edəcəyiniz duetlər məşhur və populyar qazanacaq? Yox, hələ ki düşünmürəm. Ümumiyyətlə olacaq bir tərəf müqabiliniz Ofeliya xanımdan başqa. Heç vaxt deməyək, amma yəni hələ ki o barədə düşünülmür. Düşünülmür. Yox. Ofeliya xanım bilirsiniz də tərəf müqabillərini paylaşmağı heç sevmir. Necə olacaq bəs? Qardaş dost mənimdir. Mən Ofeliya çəkəni, Necə olacaq? mən çəkəni çəkirik, biz zaten onun Deyir ətrafı ki, bilirik. belə bir məsəl var. Kim nə eləyir, özünü eləyir. Keçid alad növbəti ifa akordionda Bəxtiyar müəllimlə. Hə, Bəxtiyar müəllim. Bilirəm ki, tamaşaçılarımız səbirsizlənir ki, Bəxtiyar müəllim bir akordeon sinəsinə sıxıb bir gözəl orada bir ifa bizə feyziya bulaq. İnşallah. Keçid alaq sizə.
Təşəkkür edirəm Bəxtiyar müəllim. Əhsən, sizin bütün ifalarınız, çalğılarınız sözün əsl mənasında möhtəşəmdir. Dostlar, üşümürük də, hə? Baxmayaraq günün ortasında hər şey. hava soyuqdur, ancaq bizim burada green blue sobaları varsa, deməli bizim istiliyimizi, bizim rahatlığımızı təmin edir ki, bütün iaşə obyektlərində, evlərinizdə, hər yerdə olsa rahat şəkildə yerləşdirə bilərsiniz. Tam olaraq təhlükəsizdir və ekoloji təmizdir. Pelletdən istifadə etməklə yanır, yanacağı az, istiliyi möhtəşəm. Növbəti sponsorumuza təşəkkürümüzü bildirək. Panorama Kür ailəvi istirahət məkanına hər gün canlı musiqi izləməklə Azərbaycan təyyarlarından dada bilərsiniz. Növbəti bizim sponsorumuz Həsənoğlu tikinti materialları mağazasıdır. Onun özləri minnətdarımızı bildirir. Bir sənətçi, bir ifaçı üzərində zaman çalışmalıdır. Mütləq, mütləq. Bir qədər də dəyişikliklər olsun. Amma dəyişiklik deyəndə qoy bəzi müğənnilər düzgün anlamır. Dəyişiklik deyəndə sıraz gəlib özlərini dəyişdirirlər. Elə yox da. Elə yox, yəni sənətdə maraqlı ifalar eləyin, sırazda, yəni hamı qaçmaq olmaz. Yəni sırazda hə anında qaçırlar bədən şəkilləndirməyə, qaş göyə qalxdı, göz belə getdi. Yox, o dəyişiklikdən danışmırıq. Sənət, maraqlı ifadə eləyin, başqa janrlara. Baxın, yox, o mən janr mənlik deyil, yox. Bunu insan əl düzəldibsə, onu da bacararsınız. Keçid alaq növbəti ifaya, Ofeliya xanım. Bu kızın yağışalı var, akşalı yokşalar var. Leppe bu kızın yağışalı var, akşalı okşalı var. O palın kara şalı var, kara şala okşalı var. Özü de vay 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 bir ner kızı anasına okşalı var. Özü de vay 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 bir ner kızı anasına okşalı var. Dağlanın yastı yolu, su geldi bastı yolu. Dağlanın vay 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 yastı yolu, su geldi bastı yolu. Gedirdim ben görüşe, koçular kesti yolu. Gedirdim vay 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 ben görüşe, koçular ay balam kesti yolu. Əzizim, oyma koyma, olur mu yardan doyma. Əzizim, ey vay 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 vay, oyma koyma, olur mu yardan doyma. Yardan doydu vay 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 deyəni gərəkdir gözün oyma. Yardan doydum deyənin gərəkdir gözün oyma. Əzizim, bir dəmən doldur içmək bir dəmən. Ömür keçir vay 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 gün keçir,
Pərviz bəy, Aycan. canınız dərd görməsin. Bir neçə mahnı var ki, onun üzərində çalışırsınız. İnşallah səsləndirəcəksiniz. Mahnılar seçim olduğu anda kənardan belə deyirlər də, Pərviz nə oxuyacaqsan, nəyi ifadə edəcəksən? Deyir məsələn filan. Yox, onu neynirsən? O yaxşı olmayacaq. Bəlkə də bir başqa mahnını onun yerinə əvəz edək. Olurmu belə ətrafınızda? O yaxalım güldü. Müdaxilələr var deyəsən mahnı seçəndə sizə. Yox, belə deyim. Əgər bir işi başıma qoymuşamsa, seçimi ilk öncə özüm eləyirəm. Əmin olmadığım mahnını heç vaxt təqdim eləmirəm, çıxartmıram, hazırlamıram. O mahnıda mənim %100 bilirəm ki, yəni olacaq bu. Yəni seviləcək. Mən bir də sözə çox önəm verən adamam. Mən nə gəldi, bilməm, indi fikir verərsiniz ifalarımda. Heç vaxt bayağı sözlər, nə bilim, yəni yüngül söz xoşlamıram. Sözdə söz olmalıdır. Sözün ağırlığı olmalıdır, samba olmalıdır. Sözün bir dəyəri olmalıdır, sözün bir mənası olmalıdır, sözün bir vuruşu olmalıdır. Yəni nə gəldi oxumuram. Hər verilişimiz bizim gəminin içərisində Mingəçevirdə olur. Tamaşaçılar birdən kənar səslər falan eşidərlər. Narahatlığa heç bir əsas yoxdur. Çünki kənarlardan da təbii, gəmilər ona gəlib görə, keçirlər. Onlarda da musiqi əhval-ruhiyyəsi olur. İnsanlar Çünki əylənir, Mingəçevirimiz bəli, həm də turizm baxımından çox potensial var bu şəhərimizin. Ona görə dostlar axın edirlər, gəlirlər burada restoranlarda çörək yeyirlər, gəmilərdə gəzirlər. Ona görə də hər qonaq da öz zövqünə uyğun musiqi Bəxtiyar səsləndirir. müəllimi heç gətirmək olardı. Mingəçev deyəndən Bəxtiyar müəllimi gəldi, məndən də əlavə onu deyim. Əlbəttə. Həqiqətən, yəni tək çox bilən sözdə Bu şəhər mənə sizi çox sevirlər burada ona görə. doğmadır. Doğmadır. Ona görə də nə qədər o bir qutunun içərisində durub veriliş aparmaq olar. İstədiyi Düzdürsüz, təbii ki, elədir. bir qədər başqalıq yaradaq, bir qədər səmimiyyət quraq və bir qədər də bu qutunun içərisindən çıxaq Azərbaycan təbiətinə. Bəli, Odur ki, bəli, Mingəçeviri əbəs yerə seçmədik ki, gəminin içərisində gözəl hava, Hər şey yaz, təbii. yay, payız, qış, göydən qar yağsa da, leysan olsa da, heyvan nə bilim, bəs bir tufan oy. qopsa da, biz bu verilişi bax bu isti səmimi qonaqlarımızla hər zaman çəkəcəyik. Yavaş-yavaş Ona üzümdən haram. yeyə-yeyə keçid alaq növbəti ifaya, Səsləndirək. sonra qayıdıb davam edib Gəlsin. yeyərsən. Sen ki beni atmaz edin, ayrılık yaratmaz edin. Ben öpmeden yatmaz edin, darıkmadın darıktığım. Sen ki beni atmaz edin, ayrılık yaratmaz edin. Ben öpmeden yatmaz edin, darıkmadın darıktığım. Sözüm var ki çatmır dile, gözümde yaş dönüp sele. Məndən ötürü bir an belə darıxmadım, darıxdığım. Yoxluğun deyil ki asan, uzaqlarda bir dünyasan. Aylar oldu de hardasan, darıxmadım, darıxdığım. Sözüm var ki çatmır dilə, gözümdə yaş dönüb selə. Məndən ötürü bir an belə darıxmadın, darıxdığım. Yoxluğun deyil ki asan, uzaklarda bir dünyasan. Aylar oldu de hardasan, darıxmadın, darıxdığım. Sen ki beni atmaz edin, ayrılık yaratmaz edin. Ben öpmeden yatmaz edin, darıkmadın darıktığım. Sen ki beni atmaz edin, ayrılık yaratmaz edin. Ben öpmeden yatmaz edin, darıkmadın darıktığım. Sözüm var ki çatmır dile, gözümde yaş dönüp sele. Məndən ötürü bir an belə darıxmadım, darıxdığım. Yoxluğun deyil ki asan, uzaqlarda bir dünyasan.
Aylar oldu dehadasan, darıxmadım, darıxdım. Sözüm var ki çatmır dilə, gözümdə yaş dönüb zelə. Məndən ötürü bir an belə, darıxmadın, darıxdığım. Yoxluğun deyil ki asan, uzaqlarda bir dünyasan. Aylar oldu dehadasan, darıxmadın, darıxdığım. Darıxmadın, darıxdığım. Qaldığın yerdən davam edə bilərsən. Yəni üzümdə getmişdin ifa etməyə, üzüm yarımçıq qalıb sənin üçün tariximdir. Sən yavaş-yavaş O gözəl üzümlə, o gələndə necə gözəl idi. Sağ olsunlar. qonaqlarımızın saxlayım da biraz. Lazımdır da Mən yemişə axı nə nəzərə qaldı almaq orada, nə lazım. Mən yeyək biz dünənlər orada. Qubadan toydan birbaşa gəlirəm Mingəçevirə. Bildik, bayaq dedi ki, toylarım var. Hamı eşitdi, Allah haqqı. Yox, Hamı olsun, Allah hamı hamıya eşitdi. qismət eləsin. Mən onun üçün demədim, Amin, sadəcə amin, biraz amin, acam, amin. biraz yorğunam. Ona görə xırda biraz siz söhbət edelim, mən Amma yemək. mən belə baxıram ki, bu münasibətlə siz bir gündən bir dalaşmamaq ehtimalınız sıfıra bərabərdir. Elədir Bəxtiyar müəllim. Yəni başlanacağımız bir yarım saat, bir saata ancaq qırılır. Bayaqdan deyir toylarım çoxdur. İndi toylar çox olanda ya Rəbbin bərəkət versin. Amin. İndi xanım da o gözləyir də. İndi döyüşür. xanım. Eşli gözdən. Dünyanın ən gözəl qızılı deyim, brilyantı deyim, hər şeyin ən gözəlinə layiq Sağ ol. xanımdır. Verin mənə zəhmət olmasa. Ana gözlə, bayaq. Bir yaxın Bayaq. Təşəkkür edirəm. Oy maşallah. Bəxtiyar müəllim neçə kiloqramdır bu? Akardiyon. Ağır. Hə, sənətkar. Özdə səsi eşitdiniz. Bəxtiyar müəllim götürdü ağırlıdır. Oy çox ağır. Talanın yastığı yolu, su geldi bastı yolu. Talanın yastığı yolu, kür geldi bastı yolu. Gedirdim ben görüşe, Kantayev kesti yolu. Vay vay vay. Gedirdim ben görüşe, Kantayev kesti yolu. Kara gözler, kara gözler, kaşı kara, kara gözler. Kara gözler, kara gözler, kaşı kara, kara gözler. Aldı aklımı başımdan, sende olan kara gözler. Aldı aklımı başımdan, sende olan kara gözler. Bizə alqışlamaq qaldı da, hə? Teşekkür ederim. Süper, süper. Bir daha Sağ ol. Bir daha təşəkkürümü bildirirəm. Biz Hər təşəkkür üçünüzə, edirik. Bəxtiyar müəllim, Ofeliya xanım, Əlbiz bəy. Var olasınız. Çox Bu sağ ol. gözəllik yaratmağı Təşəkkür bacardıq,sa bu edirik. bizim uğurumuz, bu bizim nailiyyətimizdir. Dəyərli dostlar, sağollaşıram sizinlə, amma növbəti həftə yenə də gözəl. Dəyərli dostlarla bir bərabər harda olacağam? Elin səsində. Salamat qalın. Değişim dünya tarimar olup, Hele bil sanki bir şahmar olur. değişip dünya tarimar olup. Hele bil sanki bir şahmar olur. Gelenler vurur, gidenler vurur. Seven sevene minteler kurur. Gelenler vurur, gidenler vurur. Seven sevene minteler kurur. Aman 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 aman. Dostum gel gidey, buranı terk edey. Buradakiler hiç vermedi değer. Sıkıldı canım, karardı kanım. O gidenden yoktur hiç alım. Dostum gel gidey, buranı terk edey. Buradakiler hiç vermedi değer. Sıkıldı canım, karardı kanım. O gidenden yoktu hiç alım.
yaşımı silenim yoktu. Yanır yüreğim, bilenim yoktu. Akan göz yaşımı silenim yoktu. Yeter bu kadar çektiğim zulüm. Gedəy can dostum, gedəy mən ölüm. Yeter bu kadar çektiğim zulüm. Gedəy can dostum, gedəy mən ölüm. Aman 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 aman. Dostum gel gidey, buranı terk edey. Buradakiler heç vermedi değer. Sıkıldı canım, karardı kanım. O gedenden yoktu hiç alım. Dostum gel gidey, buranı terk edey. Buradakiler hiç vermedi değer. Sıkıldı canım, karardı kanım. O gedenden yoktu hiç alım. Elin sesi yayılır dünyaya, Kür çayı danışır, sakit axa axa min gece bir səslənir. Qəlbimizdə var hava. Elin səsi, elin səsi, hər dalğada bir hekayə kəsir. Elin səsi, elin səsi, ürəklərə toxunan əfsanəsi. Kür çayının nəğməsi ruhu çağırır, sözlərimiz dalğalanır. Elin səsi,